Salam əziz dostlar, yoldaşlar, hər birinizi xoş gördük. Deməli, bildiyimiz kimi bu həftənin bazar günü OTK-nın sınağıdır. Biz də hər dəfə OTK-nın sınaqlarına belə bir nümunə sınaq çəkirik ki, şagirdlər OTK-nın imtahanda çətinlik çəkməsinlər. Bundan əvvəlki bütün OTK imtahanlarında demək olar ki, mən şəxsən 9-cu siniflər üçün belə nümunə sınaqlar hazırlayıb paylaşmışam. Bu sınaqlardan əlavə isə bizim bir də xüsusi sınaqlarımız var ki, hansı ki, bunun elanını mən artıq yanvar ayından vermişdim. Bu sınaq qruplarımızda deməli şagirdlər yığıldı. Sınaq qrupumuz artıq 2 aydan çoxdur davam edir və artıq demək olar ki, yekunlaşır. İmtahana çünki az qalıb. Amma həmin xüsusi sınaqlarımız paket formasında, məsəl üçün 20 dənə xüsusi sınaq izahı ilə birlikdə. Belə paket formasında kim əldə etmək istəyirsə, ekranda gördüyünüz bu nömrə ilə əlaqə saxlaya bilər. Şəxsən mən özüm həmin şagirdlərə cavab verəcəm. İndiyənə kimi də yəni bir 100-ə yaxın şagird ya qoşulub, ya da bu paket sınağı əldə edib. Təxmini belə bir statistikamız da var. Bundan əvvəl də xatırladım ki, keçən imtahanda da OTK-nın suallarının bir neçəsi də bizim xüsusi sınaqlarımızda olan sualların tam oxşarı idi. Yəni o sınaqlar da OTK-ya gedən şagirdlər üçün çox faydalıdır. OTK bir yana, OTK onsuz da o qədər ciddiyə almaq olmaz. Əsas deməli aprelin 5-i, 12-si, 26-sı 9-lar üçün buraxılış imtahanı. Bax, həmən buraxılış imtahanlarında da yüksək nəticə əldə etmək istəyənlər üçün o xüsusi sınaqlar çox kömək ola bilər. Artıq 32 dənə xüsusi sınaq paylaşılıb. Amma siz 20 dənəsini paket formasında əldə edə bilərsiniz. İstəsəz 30 dənəsini də paket formasında sizə göndərə bilərəm. İndi bir balaca sizə onu göstərim, sonra keçək. Bax, ekranda görürsünüz yəqin ki, bu mənim hazırladığım xüsusi sınaqlardır. Artıq baxın 32-ci sınaq belə hazırdır. Paylaşmışam onu da şagirdlərlə. Kim əgər sınaq qruplarımızda varsa, onlar artıq o sınağı işləyiblər. Burada başqa qayda quizlərimiz var. Məsəl üçün çevriyə aid belə bir qayda quizimiz var. Bunları da kim istəsə əldə edə bilər. Əslində bunu bütün sosial şəbəkə hesablarımızda əvvəl paylaşmışıq. Bax, görürsünüz 657 nəfər artıq burada iştirak edib. Maraqlı suallardır. Kim çevrədən mövzusundan qaydalarını təkrarlamaq istəyirsə və yaxud qaydalardan özünü yoxlamaq istəyirsə, iştirak edə bilər. Baxın, kiçik xırda vacib qaydaları xatırlatmaq üçün 10 suallıq bir, görürsünüz, hamısı təməl ən vacib qaydalardır. Yəni çox çətin bir qaydalar yoxdur. 10 dənə sualla öz mövzu haqqında biliklərinizi yoxlaya bilərsiniz. Nəsə, bu reklam anonsu haqqında danışdıq. Son olaraq da qeyd edim ki, videonu bəyənməyi və fikrinizi yazmağı unutmayın. Hansı fikri yazmaq? Yəni bu sınaq OTK-da sizə kömək olur yoxsa yox? Həqiqətən mənim bu OTK-dan əvvəl çəkdiyim sınaqlar sizə bir faydası dəyir yoxsa yox? Mən də işimi bilim də, əgər faydası yoxdursa çəkməyək. Amma deyəsən OTK-nın axırıncı imtahanıdır. Yəqin ki, bundan sonra artıq hamı buraxılış imtahanına hazırlaşar. Aprelin 5-i ilk imtahandır. Kim aprelin 5-i imtahan verəcəksə ona da indidən uğurlar və bir dənə də sizə şad xəbər verim ki, aprelin 5-i imtahan verənlər üçün də mən nümunə sınaq, proqnoz sınaq hazırlayacağam. Sırf yəni dim necə sala bilər, imtahan necə düşər bu formatda. Bilirsiniz ki, mən bu cür şeyləri tez-tez edirəm və süni intellektin köməyi ilə də istifadə edirəm bu cür sınaqlar hazırlayanda. ChatGPT də bizə kömək edə bilir ki, əvvəlki imtahanları analiz edir və yeni proqnoz verir ki, bu il imtahan necə düşə bilər, ondan da məsləhətlər almaq lazımdır. İndi deməli, başlayaq birinci sualın izahından. Bax, seçdiyim suallarda bir daha deyim ki, heç birini sıfırdan özüm yazmamışam. Birdən kimsə hansısa və yaxud müəllim baxar öz şagirdinə işlətmək üçün və yaxud kimsə ümumiyyətlə baxar, görər ki, suallar hamısı hansısa vəsaitlərdəndir. Bəli, elədir, suallar hamısı 9-cu sinif topludan suallar var burada, güvəndən var, 9-cu sinif testindən var, OTK-nın sınaqlarından olan suallar var burada. Yəni qarışıq, mix bir sınaqdır. Əsas bizim məqsədimiz nədir? Bu sınağın üstündə mövzuları da təkrar eləyək ki, imtahanda bizə faydası dəysin. Nəsə, elə bir giriş hissədə biraz çox danışdım. Ona görə keçək sualların izahına. Birinci sual, təkliflərdən hansı doğrudur? Heç bir hesablama aparmağa ehtiyac yoxdur. Heç qələmi götürüm, başlayaq. Deməli, deyir ki, rəqəmlərin cəmi 3-ə bölünən natural ədəd 3-ə tam bölünür. Bəli, bu bölünmə əlamətində bu qaydanı yəqin ki, bilirsiniz. İkinci, qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni onların hasilinə bərabərdir. Ən böyük ortaq bölən, uşaqlar, əbob deməkdir. Biz də bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu onların hasilinə bərabər idi. Yəni, bu ikinci təklif yanlışdır. Bunun üstündən bir xətt çəkək. Üçüncü təklifdə deyir ki, 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Bəli, bu belədir. Çünki mürəkkəb ədəd nədir? 2 və ya daha çox böləni olsun.
2 dənə də sadə ədədin hasili həqiqətən bizi mürəkkəb ədəd verər. Bunun haqqında çox danışmağa ehtiyac yoxdur. Dördüncüdə deyir ki, 2 ədədin ən böyük ortaq böləni, yəni əbobu, həmin ədədlərin ortaq bölənə tam bölünür. Bəli, məsəl üçün bu da əslində aşkar bir şeydir, amma bax elə sözün özündən tutmaq olar da deyir, ən böyük ortaq böləni həmin ədədlərin ortaq bölənə tam bölünür. Bəli, 2 dənə ədəd götürək, məsəl üçün olsun 12, bir də olsun 18. Bunların ortaq bölənləri çoxdur. Bax, bir də bu hər iki ədədin ortaq bölənidir. 2 də, 3 də, 6 da kifayətdir, bəsdir. Bu qədərdir. Amma ortaq bölənlər 4 dənədir. Ən böyük ortaq bölən isə 6-dır. Yəni bunların əbobu 6-ya bərabərdir. Və digər ortaq bölənlər isə həmən 6-ya bəli, qalıqsız bölünür. Yəni bu dördüncü qaydada düzdür. Deməli doğru olanlar 1, 3, 4 Y variantı. Keçdik ikinci suala. İkinci sual artıq məsələ tiplidir. Deyir, mağazada satılan əşyanın qiyməti 400 manatdır. Bu əşyadan 2 ədəd alana biri 60% endirimlə verilir. 2 ədəd əşyaya nə qədər pul verildi? Deməli, məsələn, başa düşmək lazımdır. Mağazada bir əşya satılır. Tutaq ki, hər hansı bir kitabdır. Kitab 400 manat olmaz. Təxmin olsun da kitab. Kitabın bir dənəsi 400 manatdır. Amma ikincisini alsan, həmən o ikincisində 60% endirim əldə edirsən. Birincisinin də qiymətinə endirim eləmirlər. Birincisini 400 manata alırsan. Üstə gəl, ikincisində amma 60% endirim əldə edirsən. 60% endirim nə deməkdir? Kitabın qiyməti 400 idi. Buna mən 60% endirim eləsəm, yəni 400-dən çıxmalıyam 400-ün 60%-ni. 400-ün 60%-i də sıfırlar deyəsən çox apardım. 240 eləyir. Nəsə 400-dən çıxırıq 240-ı neçə qalır? 160 qalır. Deməli, 60% endirimdən sonra 160 manat qaldı. Deməli, birinci kitabı 400 manat aldı, ikinciyə isə 160 manat pul verəcək. Çünki ikinci alana endirim var. Yəni, cəmi bu kitablara nə qədər pul verir? Cəmi 560 manat pul xərcləyirdi kitablara. Gəldi üçüncü suala. Üçüncü sualda nə deyir? Deyir, B ən kiçik sadə ədəddirsə. Ən kiçik sadə ədəd 2-dir uşaqlar. B deməli 2-dir. 2-ni yazdım yerinə 5 çıx A. Deyir, bu ifadənin düzgün kəsir olması üçün A tam ədədi hansı şərti ödəməlidir? Düzgün kəsir odur ki, məxrəci sürətindən böyük olsun. Yəni 5 çıx A böyük olmalıdır 2-dən. Buradan da bir dənə sağ-sol eləsək, 5 qalsın solda, 2-ni gətirsəm 5 çıx ki, mənfi A-nı sağa keçirsəm, buradan alalım 3 böyükdür A-dan. Bu 3 böyükdür A-nı eynən belə də yazmaq olar. Bunların yerini dəyişib A kiçikdir 3-dən. Yəni 3 A-dan böyükdürsə, deməli A da 3-dən kiçikdir. Yəni belə də yazmaq olar. Deməli bizim cavabımız A kiçik 3-dən, yəni olmalıdır A variantı. İndi gəldik dördüncü suala. Deyir, bərabəryanlı üçbucağın bir xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Bir dənə bərabəryanlı üçbucaq çəkirəm. Tutaq ki, buralar bərabərdir. Bu onun, amma bizə demişdi ki, bir xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Yox, xarici bucaq kiçikdirsə, gəlin onda biraz şəkili dəyişək də. Xarici bucaq kiçikdirsə, kör bucaqlı bir dənəsini çəkək. Belə bir üçbucaq olsun. Buralar bərabərdir, tutaq ki, bir-birinə. Bərabər yanlıdır da. Bura alfadır, bura alfadır. Amma burada da bir dənə xarici bucaq var. Bax, burada bir xarici bucaq var. Daxili bucaqdan 4 dəfə kiçikdir. Yəni xarici bucağı beta yazsam, daxili bucaq 4 beta. O ikisinin cəmi neçə olmalıdır? 180. Yəni 5 dənə beta 180 dərəcə. Buradan alıram beta bərabər 36 dərəcə. Yəni onda bu xarici bucaq 36 dərəcəymiş. Onda daxili bucaq nə qədər edir? 4 dənə 36, 144. Onda bu alfalar nə qədər qalır? Alfaların cəmi 36 olmalıdır. Yəni 2 alfa bərabər 36 dərəcə. Deməli, alfalar hər biri 18 dərəcə olmalıdır. 18 dərəcə bura, 18 dərəcə bura. Bizə nə deyir? Üçbucağın bucaqlarını tap. 18, 18, görürsünüz, 18, 18, 144. Yəni cavabımız C variantı. Keçdik 5-ci suala. 5-ci sual deyir ki, uzunluğu 240 olan AB parçasının daxilində. Baba olsun bizim AB parçamız. Uzunluğu nə qədərdir? 240. Burada yazıram 240. Daxilində S nöqtəsi götürmüşdür. Deyir, AC parçasının uzunluğu, tutaq ki, burada bir S nöqtəsi var. Deyir, bax, AC-nin uzunluğu BC-nin uzunluğundan 4 dəfə böyük olarsa. Onda BC-yə bir x yazsam, AC 4x olmalıdır. Ondan çünki 4 dəfə böyükdür. Bu da bizə deyir, BC parçasının uzunluğunu tap. Heç nə. Birinə x demişik, birinə 4x. Cəmi edir 5x.
5x-in də bütün AB parçasının uzunluğu 240 idi. Bərabərlik 240-a. X bərabərdir 48. Bizdən də BC parçasını soruşur. Biz də BC-yə x demişdik. Deməli cavabımız olacaq 48. Keçdik 6-cı suala. Kök altında 35-in kvadratı çıx 28-in kvadratı. Bu ən çox istifadə olunan düsturlardandır. Elə bəlkə də ən birincisidir. Kvadratlar fərqi düsturdur. Kvadratlar fərqi. Bəzən tələsirəm, düzgün tələffüz edə bilmirəm. İndi kvadratlar fərqinə görə bir dəfə onların cəmini yazırıq, bir dəfə fərqini. Bir dəfə 35. Hayda çaşdım. 35 çıx 28 vurulsun, bir dəfə də 35 üstəgəl 28. Bu da elə kök altı 35-dən 28 çıxana 7, toplayanda 63. Bunu da vurub da sonra kök ala bilərsiniz və yaxud bunu belə də yazmaq olar. Kök altına 7 vur, 63-ü nətər yaza bilərəm? 7 vur 9. Niyə belə yazdım? 2 dənə 7-dən kökdən kim çıxır? Bir dənə 7 çıxır. 9-dan kökdən kim çıxır? 3 çıxır. 7 vur 3. Cavab 21. D variantı. Və yaxud siz bu ikisini bir-birinə vurardınız. Vuranda nə qədər edir? 441 edir. Kök altda 441-dən neçə çıxır? 21 çıxır. Всё. Cavab D variantı. Gəldik 7-ci suala. Yenə həmən düsturdandır. Kvadratlar fərqi bərabər 17 yazıb. Və sonda da qeyd edib ki, x-y natural ədədlər çoxluğuna daxildir. Onda bir dəfə yenə onların fərqini yazırıq. Bir dəfə də cəmini. Bərabər 17. İndi bunlar hər ikisi natural ədəddirsə uşaqlar. Deməli onların fərqi də, cəmi də natural verməlidir. Bəs hansı 2 dənə natural ədədin hasili 17 eləyər? 1 ilə 17-nin. Aydın məsələ ki, cəm daha böyük olduğundan cəm 17, fərq isə 1 olar. Yəni deməli buradan yazsaq x çıxır 1, x üstəgəl y bərabər 17 olar. Tənliklər sistemi kimi həll eləsək, tərəflərə toplaya bilərik. 2x bərabər 18, x bərabər 9. Aparıb x-in yenə 9 yazsaq, buradan da y bərabər 8 tapasınız. Biri 9 imiş, biri 8 imiş. Bizdən də kvadratları cəmini soruşur. Daha heç bir düstura ehtiyac yoxdur. Ayrı-ayrı tapmışıq da. 9-un kvadratı üstəgəl 8-in kvadratı. 81 üstəgəl 64. Nə qədər edir? 145 edir deyəsən. Yəni cavab B variantı. Keçdim 8-ci suala. Bu da elə toplum sualdır, qeyri-adi bir sual deyil. Deməli deyir 40 kvadrat metr döşəməni rəhləmək üçün 6 kiloqram boya işlənirsə, 40-a 6 kiloqramdırsa, bəs deyir 20 kvadrat metr döşəməni rəhləmək üçün nə qədər boya istifadə olunur? Bir dənə burada qərar verməliyik ki, bu kəmiyyətlər bir-birindən düz mütənasib asılıdır, yoxsa tərs mütənasib asılıdır. Mən də məntiqlə fikirləşirəm ki, əgər döşəmənin sahəsi nə qədər çoxdursa, döşəmə yəni bizim dildə pol da, bizim dildə yox, daha doğrusu elə döşəmə bizim dildədir. Amma loro dildə pol və ya rus dilində pol deyə bilərik döşəmə. O polun sahəsi nə qədər çoxdursa, deməli ora daha çox boya sərf olunar. Yəni sahə çoxaldıqca sərf olunan boya da çox lazım olur. Onda deməli bu düz mütənasib asılı kəmiyyətlərdir bunlar bir-birindən. Düz mütənasib asılılığı necə həll edirdik? Çarpaz vurmaqla da həll edə bilərik və yaxud belə də baxa bilərik. Bu 40 idi, olub 22 dəfə azalıbsa, düz mütənasib asıllıq olduğuna görə digər də 2 dəfə azalmalıdır. 6 kiloqram 2 dəfə azalmalıdır. 6 bölü 2 olmalıdır. 3 kiloqram. Və yaxud tənasüblə çarpazda vura bilərdiniz. Gəldik 9-cu suala. 9-cu sualı uşaqlar hardan götürmüşəm? Birinci onu deyim. Oğurluqdur. 11-ci siniflərin buraxılış imtahanından götürmüşəm. Bilən deyə bilər ki, müəllim 11-ci siniflərin buraxılış imtahanından bizə nə? Biz 9-cu sinifik. Amma belə deməyin uşaqlar. Çünki yaxşı araşdırsaz 9-cu sinifin son buraxılış imtahanlarını və 11-ci sinifin son buraxılış imtahanını görərsiniz ki, məsəl üçün deyirəm, 11-ci sinifin buraxılış imtahanında 2020-ci ildə tutaq ki, istifadə olunan sual, 2020-ci ildə istifadə olunan sual, 2025-ci ildə artıq 5 il sonra 9-cu siniflərin buraxılış imtahana düşür. Eynisi və yaxud rəqəmlər, ədədlər dəyişik formada. Yəni demək olar, amma oxşar məzmun qalır da yenə də. Yəni ona görə bu dəfə də böyük ehtimalla ki, yenə o sual hazırlayanlar 11-ci sinifin əvvəlki illərdəki buraxılış imtahanlarından bura sual salacaqlar 9-ların imtahanına. Yəni OTK-dan danışmıram ha. Mən dimlə danışıram. Yəni ona görə mən də bu sınağı hazırlayanda 11-lərin əvvəlki buraxılış imtahanlarına müraciət eləmişəm və oradan da suallar götürmüşəm. Bu da həmən suallardan biridir. Heç çətin sual da deyil. Deyir kubun tilini 1 vahid artırsaq onun həcmi 19 vahid artar. Mən bilirəm ki, kubun tili A olanda həcmi A kubu olur. İndi deyir tili 1 vahid artırsaq, A plus 1 eləsək, həcm 19% artar. Yəni həcm nə olacaq onda? A plus 1-in kubu olacaq. Bu deyir 19 vahid artar. Yəni bunlar arasında deməli fərq nə qədər olar? 19 vahid. Bunu demək istəyir bizə. Bax tili A idi.
həcmi A kubu. Tili 1 vayd artırsam, həcm deyir 19 vayd artar. Yəni əvvəl A kubu idisə, yeni həcm olacaq A kubu üstəgəl 19. Və həm də tili A plus 1 demişəmsə, həm də həcmi belə tapa bilərəm. Onda həcmi həm belə tapmaq olar, həm də belə. Deməli, onda bunlar bir-birinə bərabər olmalıdır. Oradan da bərabərləşdirə də bilərəm. Və yaxud daha rahat qaydada necə yazmaq olar? Bax, aldım ki, deməli, V bərabərdir A plus 1-in kubu. Amma həm də dedik ki, həcm dedi 19% artar. Əvvəl A kubu olubsa, indi olar A kubu üstəgəl 19. Buradan bərabərləşdirib də tapmaq olar. Və yaxud əgər qapalı sualdısa həqiqətən qiymətləri yerinə qoymaqla da tapmaq olar. İndi burada da cavab yəqin ki 2 olacaq. Amma gəlin elə biz bu kuba yüksəldək bəlkə. Elə bu düstur müxtəsər majorunu açaq, buna bərabərləşdirək. Bu bizə verəcək A kubu üstəgəl 3A kvadrat B. B-miz 1 olduğuna görə, yəni elə 3A kvadrat. Üstəgəl 3AB kvadrat. 3AB kvadratımız 1-dir, yəni 1-in kvadratı 1 eləyir. Yazmıram. Üstəgəl bir dənə də 1-in kubu, yəni 1. Bərabər olmalıdır A kubu üstəgəl 19-a. Kubları buradan tullayıram. Qalır ki 3A kvadrat üstəgəl 3A. Bu 19-da bu tərəfə keçsəm, plus 1 minus 19 bərabər 0. 3A kvadrat plus, burada deyəsəm mən başım imkan vermir, siz buna görə bilməyəsiniz. Ona görə mən bunu biraz belə qaldırım, buradan davam edeyim. Yazaq 3A kvadrat üstəgəl 3A çıx 18 bərabər 0. Hər tərəfi 3-ə də bölə bilərik. A kvadrat üstəgəl A çıx 6 bərabər 0. V7-lə kökləri tapsaz, köklərdən biri 2-dir, digər isə mənfi 3-dür. Kubun tili mənfi ola bilməz. Bu kənar kök, boş çoxluq. Bunu götürmürük. Boş çoxluq yazmaq doğru deyil əslində. Kənar kök yazmalıyıq. Kənar kök. Amma bizim deməli cavabımız 2-dir. Yəni kubun tili 2 olmalıdır. Belə bir maraqlı sualdır. Burada cavab B variantı. Deməli, keçək növbətiyə. Bax, 10-cu sualda həmən suallar silsiləsindəndir. Hansı ki, bu 11-ci sinif buraxılış imtahanında istifadə olunub əvvəlki illərdə, səhv eləmirəmsə 2019-cu ildə. Amma ola bilər ki, gəlsin 9-cu imtahana düşsün, çünki 9-cu sinif proqramına tam uyğun sualdır. Deyir, iki oxşar çoxbucaqlının perimetrləri 70 cm və 80 cm-dir. Və oxşar çoxbucaqlarda. Birinci çoxbucaqlının bir tərəfi 14 olarsa, ikinci çoxbucaqlının uyğun tərəfini tap. Mən bilirəm ki, oxşar fiqurların uyğun tərəflərinin nisbəti elə onların perimetrlərinin nisbətinə bərabərdir. Çünki onların hamısı oxşarlıq əmsalına bərabər idi, yadınızdadırsa. K bərabər idi elə tərəflərin nisbəti, nə bilim, medianlar, hündürlüklər əgər üçbucaqdırsa, çoxbucaqlıdırsa, elə həm də perimetrlərin nisbəti eyni idi. Amma yadınızdadırsa, bu incə məqamı idi. Sahələrin nisbəti oxşarlıq əmsalının kvadratını verirdi. Həcmlərin nisbəti isə oxşarlıq əmsalının kubunu. Nəsə, bizdə həcm falan lazım deyil, bizdə tərəf və perimetrdən söhbət gedir. 70-in 80-ədir perimetrlərin nisbəti. Tərəflərin nisbəti isə birincinin tərəfi 14-dür, ikincinin tərəfini soruşur. X-dir. Bunları ixtisar edirəm, çarpaz vururam X-i tapmaq üçün. 7x bərabərdir 8 vur 14. X də bərabərdir 8 vur 14-ü böləcəm 7-yə. 14-ü 7-yə böldü 2, 8 2-yə vuranda 16. Deməli, ikinci çoxbucaqlının uyğun tərəfi olacaq 16 cm. Gəldik 11-ci suala. Bir balaca boğazımı yaşlayayım. Deyir, irrasional ədədlərdən hansı 3də 1-dən kiçikdir? İrrasional ədədlərdən hansı 3də 1-dən kiçikdir? Bunları müqayisə etməyin ən rahat yolu hər birini kvadrata yüksəltməkdir. Amma elə 3də 1 daxil olmaqla. Yəni, şərtimiz belə olacaq. Hansı 9da 1-dən kiçikdir? Variantlardakını da hər birini kvadrata yüksəldirik. Bu eləyir 6da 1, B variantında eləyir 2də 1, C variantında eləyir 15də 1, D variantı 5də 1, Y variantı 3də 1. İndi bunlardan hansı 9da 1-dən kiçikdir? Bax, bütün hamısını kvadrata yüksəltdim. Təbii ki, 9da 1-dən kiçik olan 15də 1-dir, yəni cavab C variantı. Bax, 12-ci sual da elə buraxılış imtahanından götürülmüş bir sualdır. 11-lərin buraxılış imtahanından. Çox qəşəng, maraqlı sualdır. Mən olsam bu il bunu biraz dəyişib 9-ların imtahana sala bilərəm. Deyir ki, məftilin ucundan 9da 1 hissəsi qədər kəsilərsə, məftilin orta nöqtəsi 5 cm yerini dəyişir. Söhbətə baxayım. Məftilin əvvəlki uzunluğunu tap. Məsəl üçün deyirəm, bax, sualın mahiyyətini, mövzusunu başa düşməyiniz üçün
Gəlin A variantını yoxlayaq. Tutaq ki, məftilin uzunluğu 99 cm-dir. Deyir, məftilin orta nöqtəsi 5 cm yerindəşir. İndi hal-hazırda uzunluğu 99-dursa, məftilin orta nöqtəsi tam hardadır? 99-un yarısında, yəni 44 tam, yox 44 nə idi? 49 tam onda 5-dədir. Orta nöqtə hal-hazırda buradadır. Amma deyir, məftilin ucundan 9'da bir hissə kəsilərsə, 99'un da 9'da bir hissəsi nədir? Bunlar gedir 11'dir də. Yəni 11 kəsilərsə, onda yerdə nə qədər qalacaq uşaqlar? Yerdə qalacaq, biraz balaca parça qalacaq və bunun uzunluğu 88 qalacaq. Və onda 88'in tən ortası neçə eləyir? O da 44 eləyir. Əvvəl 49 onda 5'də idi. Bax, əvvəl elə biraz bu tərəfdə idi, orta nöqtə. Çünki parça uzun idi axı, bunu kəsilməmişdi hələ. Mən bu qədərin kəsdim, 11'in kəsdim. Kəsilməyəndə orta nöqtə buradaydı, 49 onda 5'də. İndi kəsdim deyə orta nöqtə sağa sürüşdü. Nə qədər sürüşüb bu misalda? 49 tam onda 5'dən 44'e çıxsam, 5 tam onda 5 cm sağa sürüşüb. Yəni yerini bu qədər dəyişib. Amma bizə deyir ki, yerini 5 cm dəyişər. Yəni deməli cavab A variantı deyil də. Belə variantları yoxlayıb tapmaq da olar. Əgər sırf qapalı sualdısa, kim məsələni həll edə bilmirsə, belə də edə bilər. Amma məsələdən tənliyini necə qurmaq lazımdır? Gəlin ona baxaq. Onu fikirləşək. Ümid edirəm ki, bayaq yazdıqlarımı gördünüz də siz. Yoxsa mən şəklini buranı tutmuşdu. Tutmuşdu, amma belə göstərim. Nəsə, belə bir şeylər yazmışdıq. Aha, indi buranı məsələni eləyək ki, məsələ qalsın. Biz buranı silək. Tapdıq ki, A variantı ola bilməz. Çünki gördük A variantında o yerini 5 cm yox, 5,5 cm dəyişdi. Onda necə eləməli uşaqlar? Tutaq ki, məftilin uzunluğuna x deyirəm. Bizdən məftilin uzunluğunu soruşuraq. Məftilin uzunluğu x-dirsə, onun orta nöqtəsi x bölü 2'ye düşür. Bəs əgər onun 9'da bir hissəsi kəsilərsə, x-in 9'da bir hissəsi kəsildirsə, yerdə nə qədər qalır? 9'da 8x qalır. Onda bunun orta nöqtəsi hara düşəcək? Bu səfər də bunun qalan parçanın yarısına düşəcək də. Yəni bu səfər də mən 9'da 8x'in yarısını götürməliyəm. 9'da 8x bölü 2'ye düşəcək orta nöqtə. Və deyir, orta nöqtə yerini 5 cm dəyişər. Bu deməkdir ki, x bölü 2'dən bu təzə orta nöqtənin arasındakı fərq 5 cm olmalıdır. Onda bu 2'ye böləndə birinci bunu yazaq ki, 2'ye böləndə qalır burada 9'da 4x. Təzə orta nöqtə bu olur. Əvvəlki orta nöqtə də budur. Bunlar 5 cm yerini dəyişibsə, deməli bu nöqtələr arasındakı fərq 5'e bərabər olmalıdır. Orta nöqtələr arasındakı fərq 5'e bərabər olmalıdır. Bunlar da çıxanda ortaq məxrəc elə 9 seçsək, bu 9'da 18x eləyir. Yoxsa səhv yazdım. 9'da yox, ortaq məxrəc 9 seçəməliyim. 18 seçirik. Bu 18'də 9x eləyir. Çıxılsın, bu 18'də 8x eləyir. Bərabərdir 5. Bu eləyir 18'də 1x bərabər 5. X bərabər 90. Biz x nəyə demişdik? Bütün məftilin uzunluğuna demişdik. Deməli, bütün məftilin uzunluğu 90 imiş. Yəni cavabımız B variantı. Yoxlaya da bilərsiniz. Gəlin bunu da yoxlayaq. Bunu da yoxlayaq. Bax, 90 cm-dir biz tapdıq ki, parçanın uzunluğu. Onda orta nöqtə neçəyə düşür? 45'e düşür. Gəlin indi 10 cm kəsək ona. Çünki deyir 9'da 1 hissəsi qədər kəsdi axı. 90'ın da 9'da 1'i 10 edir. 10 cm kəssəm, yerdə biraz balaca parça qalacaq. Tutaq ki, bu qədər qaldı. Yəni 80 cm qaldı. Bax, bu hissəsi 40-40 ilə göstərdiyim hissəni kəsdik. Bu hissə kəsilib. Əvvəl düşmüşdü 45'e. Əvvəl parça tən orta 45'e düşmüşdü. İndi parçamız yerdə 80 cm qalıb. 80'in orta nöqtəsi neçəyə düşür? O da gəlir düşür 40'a düşür. Görürsüz? 80'in yarısı 40'da. Görürsüz, əvvəlki orta nöqtə ilə təzə orta nöqtə arasındakı məsafə 5'dir. Yəni məftilin orta nöqtəsi 5 cm yerini dəyişir. O deməkdir. Yerini dəyişir sözünü bəlkə də başa düşmürsünüz. Bu o deməkdir ki, yəni orta nöqtə 5 cm kiçilir. Əvvəl 45 idisə, indi olur 40. Həqiqətən də görürsüz 5 cm fərq oldu. Yəni cavabımız 90-dır. Tənliklə bir daha göstərim. Necə qurduq? Hər bir sualı istəyirəm ətraflı izah edeyim. Bəzən çünki şərhlərdə görürəm, yazırlar ki, müəllim çox sürətli izah edirsiniz. Düz deyirsiniz, bəzən elə olur. Amma bu sırf sizin OTK nəticənizə təsir eləmək üçündür bu sınaq. İstəyirəm ki, daha yaxşı yazasınız. Ona görə burada daha çox izah verirəm.
Hə, deməli tənliyi belə qurduq. Əvvəl orta nöqtə x-in x deməli dedik məftilin uzunluğu. Məftil. Orta nöqtə əvvəl x bölü 2-də idi. İndi 9'da 1'in kəsmişəmsə x-in. Çıxıram 9'da 1'sin, qalıb 9'da 8x. İndi orta nöqtə bunun ortasına düşəcək. Yəni bunu bölürəm 2-yə və yaxud vururam 2-də 1-ə. 2 ilə 8 gedir, qalır 9'da 4x. Yəni indi o orta nöqtə olar 9'da 4x. Və orta nöqtə 5 cm yerini dəyişir deyirsə, deməli bunların arasındakı fərq 5 olmalıdır. Bu tənliyimiz belə olur. Bu tənliyi həll edib x-i 90 tapırıq. Belə çox maraqlı sual idi. Ola bilər ki, imtahanda bizi gözlədi belə bir sual. Çünki o anlayış elə çox istifadə olunmur da, orta nöqtənin yerini dəyişmək söhbəti. Az istifadə olunur. Bir dəfə 11'lərə düşüb, bu dəfə də ola bilər ki, düşsün 9'lara. Deməli deyir, tərəfi 12 olan kvadratın xaricinə çəkmiş çevrənin radiusunu tapın. Kvadratın, uşaqlar, mən biraz kobud çəkəcəm. Xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Bilirik ki, xaricinə çəkilmiş çevrənin diametri elə diagonal olur. Diagonal. Diagonal elə həm də diametr olur. Diametr kvadratda. Mən də biləm ki, tərəfləri A-dırsa, diagonal olur A kökdə 2. Bu da deyir, tərəfi 12'dir, onda diagonal deməli 12 kökdə 2'dir. Məndən də radiusu soruşsa, radius diametrin yarısıdır. Elə burada da diametr diagonala bərabərdirsə, deməli 12 kökdə 2'nin yarısı, yəni 6 kökdə 2 olacaq. B variantı. Keçdik bu tərəfə. 18-ci sual. A çoxluq verib, elementləri 1, 2, 3, 4, 5, 6, 7. Deyir, çoxluğun elementlərindən istifadə edərək rəqəmləri müxtəlif və 4 rəqəmi ilə başlayan, yoxsa bitən, daha doğrusu 4 rəqəmi ilə bitən neçə 3 rəqəmli ədəd yazmaq olar? Bu sual 9-cu sinif topludan da elə ehtimal nəzəriyyəsi mövzusuna aid sualdır. Yəni o başlığın altındadır. Əslində ehtimal istəmir buradan bizə. Bu sual say soruşur. Birləşmələr nəzəriyyəsinə aid olan sualdır. Neçə ədəd 3 rəqəmli ədəd yazmaq olar? Onu soruşur. 3 rəqəmli ədəd yazırıq. Baxın, gəlin xanaları 3 dənə xana çəkeyim. Hər birinə bir dənə rəqəm yazacağıq. Olacaq 3 rəqəmli ədəd. Bizə də 7 dənə rəqəm verib. Görürsünüz, 1-dən 7-yə qədər. Əlimizdə bu rəqəmlər var. Bunları istifadə edə bilərik. Amma bizə əlavə bir şərt də qoyub ki, rəqəmlər müxtəlif olsun. Bu birinci şərt. Və 4 rəqəmi ilə bitən. 4 rəqəmi də bax bizə verdiyi çoxluqda bir dənədir. 4 rəqəmi ilə bitən deyirsə, deməli mən sonuncu yerə mütləq 4 rəqəmini qoymalıyam. Başqa kimisə qoya bilmərəm. Mütləq 4. Başqa şansım yoxdur. Yəni bura bir şansım var idi, o da 4. Amma digərlərinə keyfim istəyəni yazaram. Məsəl üçün, ikinci bax ortadakı rəqəmə 4'ü artıq istifadə elədim. Daha başqa yerdə istifadə edə bilmərəm. Əlimdən neçə dənə rəqəm qalıb? 6 dənə. O 6 dənədən hansı birini istəsəm bura yaza bilərəm. Yəni onda bura mənim neçə dənə şansım var? 6 dənə şansım var. Tutaq ki, birini istifadə elədim. Məsələn, burada 5'i istifadə elədik. Onda bəs birinci yerə hansı rəqəmləri yaza bilərik? Artıq əlimdə 5 dənə rəqəm qaldı. Görürsünüz, ikisi istifadə olunub. Baxın, tutaq ki, burada 5 yazmışdıq da. Onda əlimdə 5 dənə şans qaldı. Deməli, burada 5 dənə ədəd yaza bilərəm. 5 müxtəlif ədəd. Onda neçə müxtəlif ədəd soruşurdusa, bunların şansları bir-birinə vururuq. Yəni 5 vur, 6 vur, 1, o da eləyir 30 dənə belə müxtəlif ədəd yazmaq olar. Bir daha qeyd edeyim. Sonuncu 4 ilə bitməli idi. Ona görə bir şansımız var. Da bura başqa şey qoya bilmərik. Amma bura 6 dənə şansımız var idi. Çünki 4 rəqəmini istifadə elədik. Yerdə 6 dənə rəqəm qaldı. Daha sonra birini də istifadə edəndən sonra bura 5 dənə şans qalır. Və yaxud bunu belə yaza bilərsiniz. Bura 6 şans, bura 5 şans, bura 1 şans. Fərqi yoxdur. Əsas odur ki, yenə hasil 30 eləyəcək. Deməli, burada cavabımız 30. Ümid edirəm ki, izah edə bildim. Gəl 19-cu suala baxaq. Bu da əvvəllər bax 11-ci sinif imtahanında istifadə olunub və indi də 9-cu sinif topluda var. 20 üstü n. Bunu tez sadələşdirmək lazım. Uşaqlar, bu gün mürəkkəb ədədləri görürsünüz, sadələşdirin. 20 bilirəm ki, 4 vur 5 deməkdir. Yəni 2'nin kvadratı vur 5 deməkdir. Onu onun əvəzinə belə yazıram. 2'nin kvadratı vur 5 üstü n. Bölünsün aşağıda 2 üstü 2n plus 1. Vurulsun 5 üstü n minus 1. İndi mörtəzə formasında qüvvət hər ikisinə aiddir. Yəni o n həm 2'nin qüvvətinə vurulur, olur 2 üstü 2n, həm də 5'ə vurulur 5 üstü n. Aşağıda da 2 üstündə 2n plus 1 vurulsun 5 üstündə n minus 1. İndi bilirəm ki, əsaslar eyni olanda bölmə zamanı qüvvətlər çıxılır. 2n-dən 2n plus 1'i çıxsam, 2 üstü mənfi 1 qalar. Vurulsun 5n-dən 5n minus 1'i çıxsam, baxın n-dən n minus 1'i çıxmaq
Mötərizədə çıxmalıyıq. Qalır n çıx n plus 1, n-lər gedir. Yəni bir dənə qalır. Və yaxud belə fikirləşə bilərsiniz ki, yuxarıda 5-dən n dənədir, aşağıda n minus 1 dənə. Yəni aşağıda bir dənə azdırsa, deməli ixtisar gedəndən sonra yuxarıda bir dənəsi artıq qalacaq. Deməli qaldı 2 üstü mənfi 1 və yaxud 2 üstü mənfi 1-i belə də fikirləşə bilərdiniz. Heç belə yazmayayım. 2n dənə yuxarıdaydı, 2n plus 1 dənə aşağıda. Aşağıda bir dənə çoxdursa, deməli 2 aşağıda artıq qalacaq. Yəni 5 bölü 2 qalır, o da 2,5 edir. Gəldi 20-yə. 20 də çox maraqlı sualdır. Bunda oxşar topla da var. X-i mənfi 4 verib uşaqlar. Sonra bizə belə bir ifadə verib. X 4 üstə gəl 4x kubu çıx 4x kvadrat çıx 16x çıx 1 deyir. Bu ifadənin qiymətini tap. Yəni, bir balaca buruqlara ayırsaq, söhbət həll olunur. Gəlin belə deyək. Bu ikisindən x kvadratını çıxardaq. Qalsın x kvadrat çıx 4. Sonra üstə gəl. Bəlkə də buna başqa qayda tətbiq eləməliydik, amma nəysə. Yoxsa bəlkə belə eləyək. Yox, gəlin o ikisindən x kvadratını çıxartmayaq uşaqlar. İlk ikisindən x kubunu çıxardaq. Qalsın x plus 4. Çıxılsın, bu ikisindən də 4x-i çıxardaq. Qalsın yenə x plus 4. Niyə plus qaldı? Çünki hər ikisi mənfi idi. Mən qarşıya mənfi çıxartdığıma görə mötərizə yazanda içəridə toplama eləməliyəm. Axırda da çıx bir dənə birimiz var. Axırda çıx biri ayrıca yazıram. İndi x mənfi 4-dürsə, elə buradaca yerinə qoya bilərəm. Bax, x-in yerinə mənfi 4 qoysan, bura nə eləyəcək? Mənfi 4 üstəyə 4, bura eləyəcək 0. 0-ı da nəyə vursan 0. Bu getdi. Yəni x kubuna vuranda da 0 eləyəcək. Burada 0 eləyir. Mənfi 4 ilə 4-ü toplayanda. 0-ı yenə 4x-ə vursan, o da 0. Bir dənə axırda yazıq çıx 1 qaldı. Yəni 0 çıx 1 qaldı. O eləyir mənfi 1. Bir dənə də su içim. Hər 10 sualdan bir su içirəm. Aha. 21-ci sual çox möhtəşəm sualdır. 21. Deməlidir ki, mərkəzi O koordinat başlanğıcında olan iki çevrə uyğun olaraq A60 və B0-4 nöqtələrindən keçir. AOB üçbucağının sahəsini tapın. Şəkili çəksək, hər şey bizim üçün gün kimi aydın olacaq. Gün kimi. Biri var gül kimi aydın. Biri var gün kimi. Deməli bu koordinat başlanğıcıdır. Bax bu da deyir ki, mərkəzi O koordinat başlanğıcında olan iki çevrə. Biri A60. A60 nöqtəsini qeyd edək əvvəlcə. Yəni x oxu üzrə koordinat 6-dır, y oxu üzrə koordinat 0. Deməli o həmən nöqtə x oxunun üzərindədir A nöqtəsi. Burada 6-dır. B0-4 deməli o da y oxunun üzərində -4-dədir. Yəni bu da B nöqtəsidir. Bu da O nöqtəsidir. Koordinat başlanğıcı. Bax, iki dənə çevrə buradan keçirsə, bax elə bunları birləşdirsəm elə özünüz görəsiniz ki, hansı üçbucaq alınır. Amma mən şəkli çəkmək üçün, şəkli göstərmək üçün çevrələri də çəkim sizə. Bax, deməli çevrənin biri beləymiş uşaqlar. Mərkəzi koordinat başlanğıcı və A nöqtəsindən keçən. Çevrənin ikincisi də beləymiş. Bax belə, əslində bunlar nə deməli iç-içə konsentrik çevrələrdir də, mərkəzi eyni nöqtə olan çevrələrdir. Bu çevrələri elə belə göstərmək üçün çəkdim, onun heç o qədər ciddi əhəmiyyəti yoxdur. AOB üçbucağının sahəsini istəmir. AOB üçbucağı. Bunu birləşdirirəm. Belə bir üçbucaq alınır. Necə üçbucaqdır o? Düzbucaqlı üçbucaqdır. Bura 6-dır. Bura məsafə 0-dan -4-ə məsafə 4-dür. Düzbucaqlı üçbucağın sahəsini tapanda katetlərin hasilinin yarısı ilə 6 vur 4 bölü 2 cavab edir 12. Qutardı getdi. Gəldi indi ətraflı yazılı tələb edənlərə. Əslində elə bu 21 də ətraflı yazılı tələb edən idi. Amma 22 əslindəndir. Deyir və ana və qızın yaşlarının cəmi 62-dir. Bura yazıram ana, bura yazıram qız. Yaşlarının cəmi 62-dir. Birinin yaşına x deyirəm, birinə y. Sonra tez qeyd edirəm ki, x üstəgəl y 62-dir. Bax, cümləni oxudun, hərəkətə keçməlisən. Durub fikirləşmək olmaz. Məsələ belədir. Bir cümlə oxudun. Yox, əslində belə eləməlisən. Birinci axıra qədər oxumalısan. Sonra yenidən birinci cümləni oxuyub, o cümlədə səndən nə istəyir onu yazmalısan. Sonra ikinci cümləni oxuyuram. Ananın 4 il əvvəlki yaşı. Bura qədər bəsdir. Ananın 4 il əvvəlki yaşı deyəndə, yəni x çıx 4. İndi tutaq ki, 20 yaşı varsa, o 20 yaşında ana olar. Onlarda tutaq ki, 20 yaşı var. 4 il əvvəlki yaşı 16. Sonra deyir, qızının 6 il sonraki yaşından. Qızının indi y yaşı var. 6 il sonraki yaşı y plus 6. 3 dəfə çox olarsa. Bax, təzədən bir də oxuyaq. Ananın 4 il əvvəlki yaşı, yəni bu, qızının 6 il əvvəlki yaşından, yəni bundan 3 dəfə çox olarsa. Yəni x çıx 4 bərabərdir
Y üstəgəl 6 vur 3. Ananın yaşı qızın yaşından 3 dəfə çox olar. Böyüyə həmişə bərabər edirsiniz. Deməli ananın yaşı daha çoxdur, daha böyükdür. Bunu bərabər edirsiniz. Balaca vur 3-ə. Yəni qız vur 3-ə. Belə bir tənlik alsınız. Bir dənə də buradan da belə bir tənlik almışdıq. Bu ikisini əslində birləşdirib alt-alta yazmalıydıq. Tənliklər sistemi olmalıdır burada. Nəsə bunu burada həll eləyək. X çıx 4 bərabərdir 3y üstəgəl 18. X çıx 3y bərabər 22 alırıq buradan da. Burada yazıram. X çıx 3y bərabər 22. İndi bu iki tənliyi, onu təzədən buraya yazıram. X üstəgəl y bərabər 62. Bunları tərəf-tərəfə çıxsam, x-dən x çıxdım, getdilər. Mənfi 3y-dən y çıxanda mənfi 4y. 22-dən 62 çıxanda mənfi 40. Buradan y bərabər 10 taparsınız. Y kimin yaşına demişdik? Bir qızın yaşına. Deməli qızın əvvəlki yaşı 10 imiş. Onların yaşlarının cəmi 62 idi axı. Y 10-dursa, x-ə qalır 52. Yəni deməli ananın da əvvəlki yaşı 52 imiş. Məsələni oxudun, hərəkətə keçməlisən mütləq. Ətraflı sualda özdə ola bilər ki, tənliyi qurarsan, həll eləməkdə çətinlik çəkərsən, eybi yox. Tənliyi düzgün qursan da sənə 2-də 1 bal, minimum 3-də 1 bal verəcəklər. Keçdik son suallara. 23-cü sualda deyir ki, sinifdə 27 şagird var. Onların eynəkli və eynəksiz olduğu araşdırılır. Mənim də eynəyim var idi əslində, bunu taxmalıydım. İndi yadıma düşdü, gözüm ağrıyır əslində. Çox kompüterə baxanda. Deyir sinifdə 27 şagird var. Onların eynəkli və eynəksiz olduğu araşdırılır. Təsadüfi seçilmiş bir uşağın eynəkli oğlan, daha sonra seçilən uşağın eynəksiz qız olması hadisəsinin ehtimalını tap. Sinifdə 27 şagird var. Baxıram cədvələ. Eynəkli qız 5 dənədir, eynəksiz qız 9 dənədir. Yəni cəmi 19 dənə qız var imiş. Eynəklərə oğlanları M verib, amma eynəksiz oğlanları 7 verib. Onda 19 ilə 7-ni toplayıram. Bu eləyir 26. Nə oldu bəs 27 şagird olmalıdır. Deməli bu eynəkli oğlan sayı 1 imiş. Yəni M 1 imiş. Buradan birinci M-i tapırıq. Çünki bu 4 dənənin cəmi bizə bütün şagirdləri verməlidir. 27 verməlidir. Səhv toplamadım. Səhv topladım uşaqlar deyəsən. İndi hiss elədim ki, səhv hesablama elədim. Çünki 1 alınmaz da normal. Alına bilər amma çox vaxt 1 olmur. Bu 5 ilə 9 toplayanda 14 eləyir. Cəmi 27 şagird varsa, deməli 13 dənə də oğlan olmalıdır. 7-sini buraya yazmışıqsa, bu 6 dənə olmalıdır. Bu ikisi birlikdə olmalıdır 27. İndi keçirik ehtimalı hesablamağa M-i tapandan sonra. Birinci addım buydu. İkinci addım, təsadüfi seçilmiş bir uşağın eynəkli oğlan. Bax, gəlin bunu hesablayaq. Eynəkli oğlan. Təsadüfi seçilmiş bir uşaq eynəkli oğlan olsun. Seçim 27 şagird arasında aparılır. Cəmi yəni 27 dənə şagird var. Yəni ehtimal tapanda mümkün halların sayı 27 dənədir. İndi deyir seçilən bir uşağın eynəkli oğlan. Eynəkli oğlan, bax elə deyir bu sıra bu xanadadır. O da görürsünüz 6 dənədir. Deməli bu ehtimal 27-də 6-dır. İxtisar eləsək, hər tərəf 3-ə, 9-da 2-dir bu ehtimal. Birinci seçilən uşağın eynəkli oğlan olması ehtimalı 9-da 2-dir. Deyir daha sonra seçilən uşağın eynəksiz qız olması. Artıq bu ikinci ehtimalı hesablayaq. P1, P2 deyək. Daha sonra bir dənə də şagird seçilir. Amma indi 27 nəfərdən artıq birini seçdilər. Yerdə qaldı 26-sı. Onun da deyir eynəksiz qız olması. Eynəksiz qızların sayısı bu xanada göstərilib. 9 dənə. Yəni burada yazıram 26, 9. Bu da ixtisar olunmur. Təəssüf ki, bu belə qalır. Amma sonda ehtimalları nə etməliyik? 2 dənə ehtimal tapmışıq. Bu ehtimalları uşaqlar bir-birinə vurmalıyıq. Çünki bu eyni baş verən hadisədir. Bunu əslində elə bir ehtimal kimi də yazmaq olardı. Mən sadəcə ayrı-ayrı hesabladım. Yəni elə P bərabərdir 9-da 2 vur 26-da 9. Çünki bu hadisələr eyni vaxtda baş verməlidir. Bir uşağın eynəkli oğlan, yəni 2 dənə seçim aparıram. Birincini çıxartdım. Eynəkli oğlan, ikinci eynəksiz qız. Yəni ardıcıl baş verir, ehtimallar vurulur. Yəni burada 9-da 2-ni vururuq. Həmən 26-da 9-a. 9-lar ixtisar olunur. 2 ilə də 26 ixtisar olunur. Qalır 13-də 1. Yəni burada ehtimal 13-də 1 olmalıdır. Gəldik 24-də. 24 də mənim çox bəyəndiyim suallardandır. Koordinatlar metodu dərsinə aiddir. Elə toplum sualıdır. Deyir ki, ABC düzbucaqlı üçbucaqdır. Bax, bura düzbucaqlı üçbucaqdır uşaqlar. Bunu unutmayın. B 90 dərəcə, AY BY-yə bərabər. Baxın, AY BY-yə bərabər. Onda bu CY parçası nə imiş? Median imiş da. Gedib qarşı tərəfi iki tərəfə bölübsə median imiş.
BF də CF-ə bərabər. BF də CF-ə bərabərsə, deməli bu çəkilən AF də elə median imiş. Sonra deyir ki, AD də CD-yə bərabər. Burada burada bərabərdirsə, deməli mən B ilə D-ni birləşdirsəm, o BD-nin özü də nə olacaq? Median olacaq. Bunları ətraflı yazıdır. Bunları qeyd eləsə super olar. Sonra M nöqtəsinin koordinatlarını verib, D-ni verib, amma bizdən AC-ni soruşur. Uşaqlar. Yaxşı. Düzbucaqlı üçbucaqda birinci bu qaydanı yadımıza salaq ki, düzbucaqlı üçbucaqda. Əgər bura 90 dərəcədirsə, hipotenuza çəkilən median gedir hipotenuzu yarıya bölürdü. C bölü 2, C bölü 2. Elə özü də nə olurdu? Çaşdım. Özü də hipotenuzun yarısı boyda olurdu medianın. İndi biz də burada görürsünüz AC tərəfin uzunluğunu soruşur. AC tərəfi də B 90 dərəcədə axı. AC tərəfi bizim hipotenuzumuzdur. Hipotenuzu soruşur. Mən də bilirəm ki, median hipotenuzun yarısıdır və ya hipotenuz bərabər 2 dənə mediandır. Mən deməli AC-ni tapmaq üçün həmən medianı, AC-yə çəkilən median hansıdır? BD. BD-ni vuracam 2-yə. Yaxşı, BD-ni bəs nətər tapım? BD-ni bilmirəm axı, amma mənə M və D nöqtələrinin koordinatlarını verib. Sonra yadıma düşür ki, üçbucağın medianları bir nöqtədə kəsişirdi və kəsişmə nöqtəsində çox pis çəkdim. Buradan çəkim. Üçbucağın medianları bir nöqtədə kəsişirdi və kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünürdü təpədən başlayaraq. Yəni bu BD medianı var ha. BD medianı. Bu M nöqtəsində bölünür. Yuxarısı 2K, aşağısı K olur. Mənə MD məsafəsi lazımdır. Onların koordinatlarını verib. MD-nin kvadratlarını tapsam, MD-nin məsafəsini tapsam, 2-yə vuracam, BM-i tapacam, toplayacam, bütün BD-ni tapacam. Yəni BD 3K-dır da. Amma əvvəlcə gərək MD-ni tapaq. İndi MD-ni necə tapacam? Bunu da göyrəklə buradan yazıram. MD-ni də tapacam 2 nöqtə arasındakı məsafə düsturuna görə. 2 nöqtə arasındakı məsafə düsturuna görə. MD kök altında x2 çıx x1 bax 3 çıx 7 4 kvadratı 16. Mənfi 4 də olur, amma eybi yoxda kvadratı müsbət verir. Üstə gəl y2 çıx y1, yəni 1-dən 4-ü çıxıram 3 kvadratı 9. Nəsə burada 5 eləyir MD. İndi MD 5 elədisə, MD o medianın kiçik hissəsidir. Deməli medianın yuxarı hissəsi 10-dur. Yəni bütün BD medianı 15-dir. Onda düzbucaqlı üçbucaqda median 15-dirsə, hipotenuz neçə olmalıdır? 30 olmalıdır. Bunu qeyd eləmişdik. Yəni 2 vur 15, o da 30. Deməli AC tərəfin uzunluğu olmalıdır 30 cm. Çox maraqlı, geniş, ətraflı yazılı cavab tələb edən sualdır. Bu sualda düşə bilər, çox qəşəng sual. Gəldik 25-ci suala. Bunun oxşar da elə topla var. Yəni bu da əvvəl 11-lərdə düşmüş sualdır. Funksiya mövzusuna aiddir. Deməlidir ki, şagirdlər CB və CA düz xətləri boyunca yönələn mail müstəvilər üzərində kürələrlə təcrübə aparırlar. CB və CA düz xətlərinin tənlikləri uyğun olaraq bunlar olarsa, C nöqtəsi AB xəttindən 1.8 metr məsafədə olarsa, C nöqtəsi AB-dən 1.8 məsafədədirsə, deməli bu məsafə 1.8-dirsə, deməli C nöqtəsinin koordinatı x oxu üzrə koordinatı 0 da onsuzdur. Y oxu üzrə koordinatı deməli 1.8-dir. Çünki C nöqtəsi Y oxunun üzərindədir. Ona görə x oxu üzrə koordinat 0-dır. Amma Y oxu üzrə koordinat x 1.8-dir. İndi bizə deyir AB məsafəsini tap. AB məsafəsini tapmaq üçün A nöqtəsini və B nöqtəsinin koordinatlarını tapmaq lazımdır. Mən də görürəm ki, bax, bunu elə ayrıca çəkəcəm. Bax, AC xəttini çəkirəm. Bax, bura A-dır, bura C-dir. C nöqtəsinin dedik koordinatı 1.8 olmalıdır. Mən A məsafəsinin koordinatını tapmalıyam. Birinci də düz xəttin tənliyi bu idi. Yoxsa mən səhv yazıram? Yox. CB və CA düz xətlərin tənlikləri uyğun olaraq bu. Birinci gələn CB-nin də ikinci gələn CA-nın. Mən CA-nı çəkmişəmsə bunu götürməliyəm. Amma yox, bu səhv verilib. CA artan funksiyadır. K-sı müsbətdir. Bu CB-nindir uşaqlar. Bu CA-nındır. Bu CA-nındır. İndi deməli CA-nın da tənliyini mənə verib y bərabər 2x üstə gəl n formasında. N-i nə var ki tapmağa? Mən bilirəm ki, xətti funksiyanın y oxunu kəsdiyi yer y oxunu kəsdiyi 1.8. Elə onun n idi də. N demədik. Biz bunu əslində y bərabər kx üstə gəl b formasında yazanda b deyirdik. Amma indi bizə burada n yazıbsa n deyə bilərik. Yəni n 1.8-dir. Yəni bizim tənliyimiz 2x üstə gəl 1.8 formasındadır. İndi burada A nöqtəsini nətər tapacam? A nöqtəsi qrafikin x oxunu kəsdiyi yerdir. Görürəm.
X oxunun kəsdiyi yeri tapmaq üçün y-ə 0 verdik. Yəni bunu 0-a bərabər edirik. Buradan da x bərabərdir -0.9 taparsınız. Deməli A nöqtəsinin koordinatı -0.9-dur. İndi eyni qaydada B nöqtəsinin koordinatını tapacağam. Yəni bunları silirəm. B təkcə indi CB düz xəttini çəkəcəm. CB düz xəttdə belə bir düz xətt. Yenə C nöqtəsindən keçib, yenə bura 1.8-dir. Bu səfər B nöqtəsini tapmalıyam. Bunu da tənliyi -3x üstəgəl m-dir. M yenə 1.8 olacaq. Çünki bu da ilə y oxunu 1.8-də kəsib. Bunun B-sini, yəni x oxu ilə kəsişməsini tapmaq üçün yenə y-ə 0 verəcəm. Buradan da x bərabər 0.6 alınacaq. Deməli bu nöqtənin də koordinatı 0.6-dır. 0.6. İndi AB məsafəsini tapmaq üçün yenə ikinci koordinatdan birincini çıxırıq. Yəni 0.6-dan çıxıram -0.9-u, o da toplanır edir 1.5. Deməli AB məsafəsi 1.5-ə bərabərmiş. Və beləliklə də uşaqlar bütün sualların izahını bitirdik. Geniş bir izah oldu məncə. Yəqin siz də bəyəndiniz. Çalışdım ki, hər bir sualı ətraflı izahlayayım. İnşallah ki, imtahanda da sizə faydası dəyər. Elə birinci OTK-nın imtahanında. OTK-nın bir də qeyd edim ki, imtahanın da izahını mən elə çəkib paylaşacağım. Yəqin ki, izləmişsiniz. Əvvəllər də həmişə çəkmişəm. Ya mən, ya Hüseyin müəllim ikimizdən biri çəkirik. Yəqin ki, bu bazarki olan sınağın izahını mən çəkib kanalda paylaşacağım və çalışacağım ki, bunu tez eləyim ki, siz imtahandan çıxan kimi orada yoxlaya biləsiniz nəticələrinizi. Belə siz də nəticələrinizi bu videonun şərh hissəsinə və ya o birisi videonun şərh hissəsinə, yəni növbəti çəkəcəyim videonun şərh hissəsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənməyi, bizi izləməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.